Bismillahirrahmanirrahim. Allah'ın rahmet ve selamı üzerimize olsun inşallah. Ramazan ayının 18. günü hamımız için mübarek olsun. Allah bu ayın hürmetine bizleri bağışlasın. İmam Baqir aleyhisselam buyurur ki her bir işin bir baharı var. Her bir işin bir güzelliği var. Kur'an'ın da baharı, güzelliği Ramazan ayıdır. Yani Ramazan ayında her ne kadar Kur'an oxusan, hər nə qədər Qur'andan ünsiyyət tapsan, Allah yanında dərəcən çox olar inşallah. İmam Kazım aleyhisselam buyurur ki, oruç tutanın duası iftar vaxtında daha tez müstəcab olar, qəbul olar. Gün ərzində insan çalışsın ki, iftar açdığı vaxtı əlini qaldırsın ilahi dərgahına və Allahdan arzularını, istəklərini istəsin inşallah. Bu günlər Qədir gecəsi günləridir. Bu günlərin qədrini bilək, Qədir gecəsinin qədrini bilək və Allahdan məğfirət istəyək. Qədir gecəsinin mənası budur ki, insanın təqdirinin ya talihinin yazılma gecəsidir. Yəni insanın hər nə qədər işi, hər nə qədər ömrü, hər nə qədər ruzu bərəkəti, həyatda olan işlər bu gecələrdə səbt olunur, yazılar. Bu gecələr Qur'anın nazil olduğu gecələrdir. Hədislər nəql edirlər ki, Qur'an 2 dəfiyə Peyğəmbər əleyhissalama nazil olub. Bir də deyirlər dəf'i, yəni dəf'i bir dəfiyə, bir də deyirlər tədrici. Bəs nəql edirlər ki, Qədir gecələrinin birində Qur'an bir dəfə Peyğəmbərə nazil olub və 23 il ərzində də Peyğəmbər əleyhissalama təhlil olub, yəni bəyan olunub, izah olunub. Bu gecələr günahların bağışlanma gecəsidir. Yəni insan istəyir ki, bağışlansın, bu gecələrdə çox istifadə etsin ki, Qədir gecəsinin bir mənası da budur ki, diri qalmaqlıq, əhya saxlamaqlıq. Bu gecələrdə qusl etməklik çox-çox təkid olunub. Oyaq qalmaqlıq, yəni diri qalmaqlıq çox təkid olunub ki, başardığın qədər Allahı yad eləyəsən, Qur'an oxumaqlıq, gecə namazı ya qəza namazlarını qılmaqlıq, Coşən Kəbir duasını, başqa bir duaları oxumaqlıq bu gecələrdə bəyan edilir və insan yaxşı olar ki, bu gecələrdə Allaha çox pənah aparsın. Bu gecələrin 2 rəkət namazı var. Sübh namazı kimindir? Amma buna 7 Qul Huvallah namazı da deyirlər, Əhya gecəsinin namazı da deyirlər, Qədir gecəsinin də namazı deyirlər. Yəni hər üçü eyni bir şeylərdir, sadəcə adları dəyişikdir. Niyyətimiz bu cürdür ki, Əhya gecəsinin ya Qədir gecəsinin namazını qılıram qurbətən ilallah. Hər rəkətdə bir dənə həmdidir. Ardıcaq 7 dənə İxlas surəsidir. İkinci rəkətdə eyni ilə bu cürdür. Təşhür salam verilir və namaz bitir. Namaz bitəndən sonra yaxşıdır ki, insan 70 dəfə Əstəğfirullahə və Ətubu iləh desin. Hədislər nəql edir ki, insan yerindən qalxmamış, Allah onun bütün günahlarını bağışlayar. Yaxşıdır ki, 100 dəfə ya 70 dəfə Əli əleyhissalamın qatillərinə lənət oxuyasan, Allahümmə ən qətələtəl əmirəl müminin kəlməsini deyəsən və istiğfar eləyəsən, Allahdan bağışlanmaqlıq diləyəsən. Amma bir əhkamı mövzu ki, nəql edirlər ki, bir uşaq əgər sübh əzanından qabaq təklifə çatsa, yəni balıq olsa, həddi təklifə çatsa, həmin günün orucu o uşağa vacib olar. Yox, əgər sübh əzanından sonra balıq olsa, həddi təklifə çatsa, həmin günün orucu uşağa vacib olmaz. Allahdan istəyək, artıq Ramazan ayının 18 günü getdi. Qalan bir neçə günlərdir.
Allahdan tövfiq istəyək. Tövfiqat çox önəmli bir şərtdir. Əgər Allah insana tövfiq verməsə, insan heç bir işdə müvəffəq ola bilməz. Hər duamızda istəyək ki, Allahım bizə cəsarət ver, mərifət ver, izzət ver, tövfiq ver, hissiyat ver ki, biz səni dərk edək. Allahım, günahlarımızı bağışla, ata, ana, nənə babalarımızı, boynumuzda haqqı olanları bağışla, şəhid babalarımızın ruhunu şad elə, əsgərlərimizi amanda saxla, cəmi qazilərimizə yardımcı ol, onların sıxıntılarını həll elə, ölkəmizdə əmin-amanlıq, sabitlik bərqərar elə, bu gecələrdə bizlərə izzət, tövfiq ver ki, səni daha gözəl dərk edək. İmam Zaman ağamızın zorunu təzil elə. Allahümme abzilli velikəl faraz. Özümüzü, ailə uşağımızı hər növ gözə görünən və görünməyən bəlalardan amanda saxla inşallah. Vəssalamu aleykum və rəhmətullahi və bərəkatuh.